Salam, hər vaxtınız xeyirli olsun. Bu günləri 9-cu sinif test tapısından natural ədəd bölməsinin 21-də 60-a qədər testlərin izahına baxacağıq. Başlayaq testlərimizə. 21-ci test. 21-ci testdə deyir ki, n-in hansı qiymətlərində əbab n10 bərabər n bərabərliyi doğrudur? Deməli, əbab n10 n-ə bərabərdirsə, deməli, buradakı n 10-un bölənləri olmalıdır. Cavablarda da C bəndində 1, 2, 5, 10 onun bölənləridir deyə 21-də cavab C bəndi alındı. 22-ci sual. 22-də Vaqifin addımı 80 cm, Sabirin addımı isə 70 cm-dir. Hansı ən yaxın məsafədə onların hər ikisi tam sayda addım atar? Deməli, bu Vaqifdir. Vaqif 80 cm gedir. Sabir isə, bu da Sabirdir. Sabir 70 gedir. Sabirdən biraz az gedir. 70 ilə gedir. Bunlar nə vaxtsa görüşürlər. Məsələn, burada bir A nöqtəsi olsun. Nə vaxtsa bir dənə nöqtədə görüşəcəklər. Hansı ən yaxın məsafədə tam sayı atar deyirlərsə, deməli, əkop 70 ilə 80-ə tapacaqsan. Onu çıxardaq əkobun qarşısına, 10 vur, əkop, 70-i 10-a böləndə 7 eləyir, 80-i 10-a böləndə 8 eləyir, bərabər, əkop 7 ilə 8, 7 ilə 8 qarşılıqlı sadə ədədlər olduğu üçün əkobu hasilidir, 7 vur 8 olacaq, deməli 10 vur, 7-ni 8-ə vuranda 56 eləyir, 56-nı 10-a vuranda da 560 eləyir. Cavab 22-ci testdə 560 oldu. 22-də cavab C bəndi. İndi isə keçirik 23-cü testdə. Bunları silək. 23-cü test. 23-cü testdə deyir ki, 100-dən 99 çıxır, 100 çıx 99, üstünə 98 gəlir, çıxır 97, üstünə 96 gəlir, çıxır 95, üstə gəl, 2 çıx 1. Bunun hesablaması lazımdır. Mən baxıram ki, 100-dən 1-ə qədər bütün ədədləri burada yazıblar. Sadəcə 100 çıx 99 yazır, sonra toplama yazır. 98 çıx 97 yazır, sonra toplama yazır. Deməli, mən bu çıxmaları hesablasam, bunlar 1-dir. Bunlara baxın, hamısı 1-dir. Mən fikirləşməliyəm ki, burada nə qədər 1 var? Birlərin sayını tapsam, götürərəm, biri həmin ədədə vuraram, bu ifadənin qiymətini taparam. Fikir verin, 2-2 qruplaşdırılıb bunlar. Deməli, 100-ün yarısı, yəni 100-ü 2-yə böləndə 50 dənə belə qruplarımız olur. Sualın cavabı da 50-ni 1-ə vuracaq, 50 eləyəcək. Deməli, 23-də cavab D bəndi alındı. Keçdik 24-də. 24-də belə bir n ədədi veriblər. Deyir ki, 15-ə bölünməsindən alınan qalığı tapın. Yəni, n-i 15-ə bölürsən, burada da belə bir şey var. Deməli, 1 vur, 2 vur, 3 vur, 4 vur, 5 vur, 6 vur, 7 vur, 8 vur, 9 vur, 10 vur, üstünə 27 gəlir. Bölür 15-ə. Bu bərabərdir. Deməli, gəl bunları parçalayaq. 15-də 1 vur, 2 vur, 3 vur, 4 vur, 5 vur, 6 vur, 7 vur, 8 vur, 9 vur, 10. Üstə gəl 15-də 27. Niyə belə parçalayırıq? Məxrəcələ eyni olan kəsirlərin toplanmasına gətirirəm. Baxın, 15-də 3 ilə 5-i bölünür. Bunları ixtisara apararam. Bərabər 1 vur, 2 vur, 4 vur, 6 vur, 7 vur, 8 vur, 9 vur, 10 burada qalır. Bu isə bizim natamam qismətimiz olacaq. Əgər natamam qisməti soruşsaydı, onda bu hissəni götürəcəkdik. Üstə gəl, deməli, üstə gəl, üstə gəl 15-də 27. İndi belə bir şey, bizdən qalıq soruşur. Baxın, qalıq budur, 27 qalıqdır. Sadəcə belə bir şey var ki, mən baxıram ki, mənim 27 ədədim 15-dən böyükdür. Amma bizdə qayda deyir ki, 15 böləndir. Qaydamız deyir ki, qalıq böləndən kiçik olmalıdır. Bizdə burada hal-hazırda tərsinədir. 27 15-dən böyükdür. Amma deyir ki, 15-dən balaca olmalıdır. Ona görə
27-ni 15-ə bölürəm. Bir dəfə yerləşir. Qalıqda da 12 qalır. Deməli, burada olacaq 24-də A bəndi. Keçdik 25-ə. 25 də eynən bu qaydadan yazılır. Deməli, bunları silək. Aha, 25. 25-də də yenə eni bölür. Bu dəfə 18-ə bölür. 18-ə enimizi yazaq. 1 vur, 2 vur, 3 vur, 4 vur, 5 vur, 6 vur, 7 vur, 8 vur, 9 vur, 10. Üstünə 32. Böl. Burada da məxrəc 18. Yenə parçalayıram. Toplama hissəsindən parçalayacağam. Məxrəcləri eyni olan kəsirlərin toplamasına gətirirəm. 1 vur, 2 vur, 3 vur, 4 vur, 5 vur, 6 vur, 7 vur, 8 vur, 9 vur, 10. Üstünə 18-də 32. Bu bərabər. Deməli, 3 ilə 6-nı 18-ə ixtisar apararam. Olacaq 1 vur, 2 vur, 4 vur, 5 vur, 7 vur, 8 vur, 9 vur, 10. Bu hissə bizim nəyimiz olacaq? Natamam qismət. Deməli, yenə 18-də 32-də bura. 32 qalıq. 18-də böləndir. Fikir verin, bizim bu ifadədə qalıq böləndən böyükdür. Amma biz dedik axı, qalıq böləndən kiçik olmalıdır. Ona görə götürüb 32-ni yenidən 18-ə böləcəyik. Burada da bir dəfə yerləşir. Qalıqda da 14 olacaq. Deməli, 25-ci testimizdə cavab A bəndi oldu. 25-də də A bəndi. Keçdik 26-cı suala. 26-ya baxaq. 26-da deyir ki, 4A5, B7 üstü xət ədədi 3-ə tam bölünür. A plus B cəmi hansı ədəd ola bilməz? Siz birinci 3-ə bölünmə əlamətini bilməlisiniz. 3-ə bölünmə əlaməti deyir ki, rəqəmləri cəmi 3-ə bölünən ədədlər 3-ə bölünür. Ona görə mən rəqəmlər cəmini toplayacağam. Yəni 4 üstəgəl A üstəgəl 5 üstəgəl B üstəgəl 7. Bu bərabərdir. 4-ün üstünə 5 gəl 9. 9-un üstünə 7 gəl 16. Deməli 16 üstəgəl A plus B oldu. Yəni deyir ki, hansı ola bilməz? Mən burada A plus B-ni elə bir ədəd qoymalıyam ki, 3-ə bölünməsin. Məsələn, 8 qoysam 16-ın üstünə 8 24 eləyir. 24 3-ə bölünür. 8 ola bilər. Bizdən ola bilməzi soruşur. Məsələn, 2 qoysam 16-ın üstünə 2 gəl 18. 18 3-ə bölünür. Olmaz. Məsələn, 9 gəlsəm 16-ın üstünə 9 25 eləyir. Amma 25 3-ə qalıqlı bölünür. Deməli, 26-da C bəndi ola bilər. 26C. Və 27-ci testimiz. 27 də bu qayda ilə hesablanır. Yenə 3-ə bölünmə əlamətini soruşur. Rəqəmləri cəmi 3-ə bölünən ədədlər 3-ə bölünür. Rəqəmlər cəmini birinci tapaq. 2 üstəgəl A üstəgəl 3 üstəgəl B üstəgəl 8. 2-nin üstünə 3 5. 5-in üstünə 8 13. 13 üstəgəl A üstəgəl B. Bizdən olmazı soruşur. Deməli, 13-ün üstünə 8 gələk, elədi 21. 21 3-ə qalıqsız bölünür. Bu ola bilər. Bizdən ola bilməzi soruşur deyə 27-də A bəndi olmayacaq. Keçdik 5-ə. 13-ün üstünə 5 gəl 18 edir. 18 3-ə qalıqsız bölünür. Olmaz. 13-ün üstünə 7 gələk 20. 20-ni 3-ə böləndə qalıqla alınır. Bizdən də sualda bunu soruşur da. Deyir A plus B ədədi nə ola bilməz? Cavab C bəndi oldu. 7 ola bilməz. 11 ilə 2 ola bilir. Sadəcə bizim testimizə uyğun deyil. Testimizdə deyir ki, ola bilməz tapın. 28. 28-də A bərabər 6 vur, 15 vur, 21 ədədinin neçə müxtəlif sadə vuruğu var deyir. Sadə vuruqlarını ayırarıq. 6-nı sadə vuruqlara ayırsaq, 2-yə bölürsən 3, 3, 1. 15-i sadə vuruqlara ayır, 3-ə böl 5, 5, 1. 21-i sadə vuruqlara ayır, 3-ə böl 7, 7-yə böl 1. Yəni, 2 vur, 3 vur, 3 vur, 5 vur, 3 vur, 7. Bunu da biraz səliqəli şəkildə yaza bilərik. Bu bərabər 2-dən bir dənədir. Yazdıq. 3-dən, baxın, 3 dənədir. 5-dən bir dənədir, 7-dən bir dənədir. Bizə neçə müxtəlif sadə vuruqu deyirsə, müxtəliflər bunlardır. 2-dir, 3-dür, 5-dir, 7-dir. Deməli, 4 müxtəlif sadə vuruq var.
Desə, neçə sadə vurğu var? Neçə deyəndə, baxın, bunun qüvvətləri 1-də axı. Hamısını toplayıram. 1 üstəgəl 3, üstəgəl 1, üstəgəl 1. 1-in üstünə 3, 4, 4-ün üstünə 1, 5, 5-in üstünə 1, 6. Deməli, 6 dənə sadə vurğu var. 6 sadə vurğu. Sualda müxtəlifi soruşduğu üçün cavab olacaq 4, 28-də A bəndi. 29-da. 29-cu sualda da yenə bizdən soruşur ki, A ədədinin neçə müxtəlif sadə vurğu var? A bərabərdir 6 vur, 8 vur, 35. Gəlin sadə vurğuya ayıraq. 6-nı 2-yə böl 3, 3-ü 3-ə böl 1. 8-i 2-yə böl 4, 4-ü 2-yə böl 2, 2-ni 2-yə böl 1. 35-i 5-ə böl 7, 7-ni 7-yə böl 1. Oldu 2 vur, 3 vur, 2 vur, 2 vur, 2 vur, 5 vur, 7. Gəlin bunların sayını tapaq. 1, 2, 3, 4. 4 dənə 2 var. 3-dən bir dənədir, 5-dən bir dənədir, 7-dən bir dənədir. 4 dənə 2. Aha, yazdıq. Onda belə bir sual çıxır. Neçə müxtəlif sadə vurğu var? Müxtəliflər 2-dir, 3-dür, 5-dir, 7-dir. Müxtəlif. Deməli, sayı nə qədərdir? Bunların sayı 4 dənədir. 4 ədəd. Soruşsa, neçə sadə vurğu var? Sadə vurğu soruşanda bunların qüvvətlərin hamısı 1-dir deyə 4 üstəgəl 1 üstəgəl 1 üstəgəl 1. 7 dənə sadə vurğu var. Sadə vurğu. Bizdə 29-a cavab Y bəndi oldu. 30-cu sualımıza baxaq. Bölünən 15 dəfə artırıldı. Qismətin 5 dəfə artması üçün böləni necə dəyişmək lazımdır? Məsələn, bizdə belə bir şey olsun. A böl B bərabər C. A nədir? Bölünən. Bölünən. B bölən. C qismət. Birinci tapaq görək ki, bizə nə lazımdır? Bizə deyir ki, qismətin 5 dəfə artması üçün böləni necə dəyişmək lazımdır? Böləni soruşur. Bölən B-dir. B-ni tapanda A böl C olur. Bu qalsın burada. İndi daha sonra. Birinci deyir ki, bölünən 15 dəfə artdı. Bölünən hansı hərfdir? A hərfidir. 15 dəfə artmaq deməli 15-ə vurmaq deməkdir. Deməli B bərabər 15A. Sonra qismətin 5 dəfə artması. Qismət C-dir. 5 dəfə artmaq 5-ə vurmaq deməkdir. 5 vur C oldu. Buradan biraz ixtisar yaparaq 15 ilə 5-i ixtisar yaparsam olacaq 3 vur A böl C. Əvvəl A böl C idi. İndi 3 vur A böl C oldu. Neçə dəfə dəyişim baş verdi? 3 dəfə. Artdı mı yoxsa azaldı mı? Artdı. Çünki 3-ə vurmaqdır da. Cavab B bəndi. Əgər belə olsaydı, məsələn, 3-də 1 vur A böl C. Bu zaman 3 dəfə azalma deməkdir. Bu halda olsa 3 dəfə azalır. İndi bizə 3 vur A böl C deyə 3 dəfə artdı. 30-da cavab B bəndi oldu. Baxdığınız üçün çox sağ olun. Növbəti videolarda görüşənədək Səməd Danılmazsa kanalıma abunə olun. Videoma rəylər yazın. Videonu bəyənin.